Əmək pensiyaları haqqında qanuna edilən yeni dəyişikliklərə əsasən güzəştli şərtlərlə pensiyaya çıxan bir sıra vətəndaşın, o cümlədən çoxuşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək. Ötən gün bu dəyişikliklər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində ikinci oxunuşda qəbul olunaraq plenar iclasa tövsiyə edildi. Qanunvericiliyə əsasən əmək pensiyası almaq hüququ olmayan vətəndaşlar da güzəştli şərtlərlə daha tez müavinət almaq imkanına malik olurlar. Məclisdə müzakirə olunan və bir neçə oxunuşda da qəbul olunan qanun layihəsinə görə çoxuşaqlı analar demək vaxtından 5 il tez 65 yaşda yox, 60 yaşda pensiya çıxmaq imkanına malik olacaqlar. Amma məsələ burasındadır ki, Azərbaycanda çoxuşaqlı ana statusu, çoxuşaqlı ailə statusu ilə qəbul edilib ki, o statusa çox az bir qism əhali aid olur. Məsələn, hazırda Azərbaycanda 5 uşaqlı ailə çoxuşaqlı ailə sayılır. Azərbaycanı tam gəzsəniz bir uzaq başı 200-300 belə çoxuşaqlı ailə tapa bilərsiniz. Həmin ailələrdən də hələ ananın 60 yaşına çatıb çatmayacağı sual altındadır. Ona görə də mən hesab edirəm ki, Azərbaycanda çoxuşaqlı ailə statusu dəyişməlidir. Ölkədə 3 uşağı olan ailələr çoxuşaqlı ailələr sayılmalıdır. Bugün orta statistik Azərbaycan ailəsi 4 nəfərdən ibarətdir. 2 valideyn, 2 də uşaq. 3 uşağı olan çox az ailələr var. Amma 5 uşağı, 4-5 uşağı olan nadir ailələr var. Digər bir maddə ondan ibarətdir ki, özəl pensiya fondları yaradılır. Özəl pensiya fondlarında özünü sığortalayan əhaliyə 5 il daha tez pensiya çıxmaq imkanı yaradılır. Bu da özəl pensiya fondlarının müştərilərinin genişləndirilməsi üçün bir stimul yaradırlar ki, əhali o özəl pensiya fondlarında da öz gələcəklərini sığortalasınlar. Yəni bizə Əmək və Əhalinin Sosial Müdafiə Fondu yanında Dövlət Sosial Müdafiə Fondu pensiya verirdisə, onlara artıq o özəl pensiya fondları pensiya verəcək. O halda vətəndaş 60 yaşında pensiya çıxa biləcək.